ideyalar sənin deyil, hardansa kənardan göndərilir. 60-70 il bəlkə də daha çox öncə söylənilən fikrin indi elmi təsdiqlərini tapmaq istəyir. Liper'dən danışdım. Reggae janrından. Bob Marley Liper'nin yazısın kofe dəmləyirsən, işdən sonra yorğunluğu çıxartmaq üçün. Yeri gəlmişkən deyir, İngilislər o qədər etik və mədənidirlər ki, qəhvəni qarışdıranda, ağdamlar demişkən qurdalayanda, qaşığın çaşkıya toxunma səsini eşitməzsən. Dahi postsovet məkanlarındakı kimi lang yox. Fikirdən yayınmayayım. Liperi Bob Marley'nin müəllimi idi. Reggae janrının yaradıcılarından. Və Bob Marley cavan bilirsiniz, insanı yaşadan da öldürən də estağfurullah olsun, həyat tərzidir. Bob Marley 36 yaşında öləndə ustadı, müəllimi Liperi dedi ki, Bob'u öldürdülər. Yəni burada məna o idi ki, mən bunları indi oxumamışım, yaradan and olsun. Çoxdan hobbim deyə, musiqi melomanam mən. Bob'u öldürdülər. Yəni o mənada ki, bu janr gözəl janrdır. İndi bilirsiniz də mən hər şeyi uyğunlaşdırmağı, insanlara çatdırmağı bacarıram. Məsələn, taxıl. Vəhşi taxıl məhsuldar deyil, yabanı taxıl. Ancaq qurban olduğum yaradanı inkar eləyə bilməzsən. Gözünü də çıxartsan inkar eləyə bilməzsən. Yaradan ona RNK səviyyəsində imkanlıqlar qoyub ki, sən o seleksiya eləyə biləsən. İndi reggae janrı da musiqi janrının gözəl janrlarından biridir. İstəyirsən dubstep'e çevir, nəyə çevirsən çevir. Orada yaradılışdan boşluqlar var ki, improvizə eləyə biləsən. Və onu tüstü ilə müstü qatışdırmaq lazım deyildi. O nə qədər təbliğat elədilər, necə ki, Amerikanlar vaxtı ilə idmançıları, beyzbolistləri siqara reklamına çəkirdilər ki, güya siqara elə vredni deyil. Və mən təsadüfə inanmıram. O siqara reklamına çəkənlərin çoxsu ağciyər xərçəngindən öldü. Yəni bu oyunun bir hakimi, hökümranı var. Təbliğat təşviqat kampaniyasından başqa göstərir ki, olmaz. Gözünü çıxardaram və çıxardır da. İndi bu reggae janrına da üstünü qoşdular. Özü serrozdan öldü Bob Marley 36 yaşında.